Hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizlərlə mənəm Rövşən Məzizadə və bugün sizə Mərdəkanın ta əzəldən bağ üçün ən əlverişli hesab edilən, məşhur Hacı Zeynalabdin Tağıyev küçəsində yerləşən 8,5 sotun üzərində inşa edilən belə bir gözəl, zövqlü, modern bir bağ evini təqdim edirəm. Bizim müştərilərimizə xüsusi bir endirim olunacaq. Bağ evimiz 5 otaqlıdır. Evin daxilində 3 hamam otağı var. Həyətində belə bir geniş yay və qış mətbəxi var və avtomobil sevənlər üçün isə 2 avtomobillik belə bir geniş bir qarajımız var. Hətta bəzi yoldaşlar onu bağlayıb orada sport zal kimi də istifadə edə bilər. Həyət üçün nəzərdə tutulmuş texniki otağımız, hamam otağı. Bir sözlə bağ üçün, eləcə də daimi yaşayış üçün çox əlverişli bir yerdə yerləşir. Start qiymətimiz 675 min manatdır. Bizim müştərilərimizə əlbəttə ki, xüsusi bir endirim olunacaq. Və buradakı təmiri siz bəyənəcəksiniz. Çünki çox səliqəli emulsiya boya ilə işlər görülüb. Evin fasadında 45 dərəcəlik fasad işləri görülüb keramogranitdən. Onları yaxından sizə göstərəcəm. Lakin tövsiyəm odur ki, gəlib canlı baxasınız. Çünki burada gözlə görüləsi işlər çoxdur. İndi videoda ola bilər, nələrisə mən keçirdim. Günorta vaxtı da gəlib çəkiliş etdim ki, tam ətraflı sizə günorta vaxtı da bu gözəlliyi göstərim. Ev tam olaraq çıxarışında da 8,5 sot qeyd olunub. Ev özü 200 kvadratdır. Əlavə olaraq belə bir yay mətbəxi, avtomobil üçün qaraj. Belə bir gözəl burada tut ağacında saxlayıblar. Baxın, görün necə bir bu həyətə gözəllik verir. İnşallah bu evi alanlar xoş günlər keçirsinlər. Bəzən olur mənə müraciət edən yoldaşlar fərqli xüsusi bir dizayna malik olan evlər istəyirlər. Ələxüsus da avtomobillərin qarajını istəyirlər. Burada demək olar ki, sizin rahatçılığınız üçün hər bir şey var. Ən əsas da sakitçilik, elit qonşular, bir sözlə belə bir yaşayış üçün ən əlverişli yerlər hesab edilir. İndi sizə ilk öncə bizim bu qarajımızı göstərmək istəyirəm. Qarajın yanındayam və gördüyünüz kimi 2 avtomobil üçün çox rahat belə bir parking zonası var. Ətraflı göstərirəm və burada nə yaxşıdır ki, ev kənarları divardan, hasarlardan çox kənardadır. Onu da sizə göstərirəm. Evin arxasında bizim belə bir səliqəli texniki otağımız var. Vaxtı sərf etməmək üçün elə sizə qabaqcadan göstərirəm texniki otağımızı və keçirəm yay və qış mətbəximizə. Baxın, görün necə gözəl belə bir işıqlı yay və qış mətbəximiz var. Artıq burada belə bir mətbəx mebeli də quraşdırılıb və xanımlar üçün çox belə bir əlverişli otaq ediblər arxasında. Biz saxlanc otağı deyirik, kladovka əslində qalıb bizdə. Onu da sizə göstərim. Belə bir geniş əraziyə malik olan saxlanc otağımızdır. Şırxana kimi də istifadə edə bilərlər və hər bir yerdə fasad işi görüldüyü üçün kondisioner çıxışları atılıb bütün otaqlarda da mis borularla və keçirəm evin qarşısına. Belə bir gözəl bizim hovuzumuz var burada. Hovuzumuz daşma tiplidir yan tərəfinə və burada dövlət su xətti mövcuddur. Əlavə olaraq 18 tonluq su deposu var. Hər hansısa bir hal baş verdikdə siz depovuzdan rahatçılıqla suyunuzu istifadə edirsiniz. Baxın, bayaqki vurğuladığım isə bu fasad çox səliqə ilə inşa ediblər. Buradakı LED işıqlar isə alayı cür gözəllik verir. Mən istəyirəm sizə yaxından fasad işlərini göstərim. Çünki burada inşa edən zaman da mən gəlmişdim. Bu sənətkara alqış düşür. Çox səliqəli bir iş görüb. Baxın, hamısı bucaqlar 45 dərəcəlikdir. Və evin, ola bilər videomun dəqiqələri uzanacaq, lakin ev istəyən, ümumiyyətlə əmlakla maraqlanan və ya dizaynlara baxan mənim daimi izləyicilərimi, müştərilərimi salamlayıram. Çünki istəyən yoldaşlar əlbəttə ki, videoya baxır, maraqlı olur. Baxın, bu bizim belə bir fasadımızdır. Fasadda taxta teksturalı keramogranitdən də istifadə olunub. Döşəməmiz də burada keramogranitdəndir. Çox fərqli bir görüntüsü var. Qapımız da çox fərqlidir. Evin içinə, evin daxilinə keçməmişdən öncə istəyirəm sizə ətraflı olaraq belə bir həyət görüntüsünü göstərim. Ağacları istəyən yoldaşlar burada dekorativ ağaclar əkə bilər.
fərqli görüntü üçün. Burada nə yaxşıdır ki, 2 yataq otağı birbaşa olaraq bağça görüntülüdür. Yəni hovuza birbaşa olaraq belə bir çıxışı var. Evin master yataq otağıdır, çox geniş. Və burada yadımdan çıxdı sizə deyim ki, əlavə olaraq artıq dolablar da quraşdırılıb və mən sizə render versiyasını da videoda yerləşdirəcəm və burada evin dizayneri Elnur Abdullayeva da salamlayıram. Ona da alqış düşür, çünki çox gözəl işlər ərsəyə gətirir. İşlərində ona da uğur arzulayıram. Və beləliklə evin kənarlarını mən sizə göstərdim. Baxın, görün necə çox belə geniş bir kənarlar var. Hovuzumuz və vaxtınızı almadan keçirəm evin daxilinə. Belə bir fasad görüntülərini sizə göstərdim. Çox gözəldir. Gəlib canlı baxsaz, bilirəm ki, xoşunuza gələcək. Və vurğuladığım kimi bu ev əşyalı da sizlərə təklif oluna bilər. Son zamanlar belə bir trenddə olan bu qapılar və mənə son zamanlar müraciət edən müştərilərimin çoxsu, necə deyərlər, boyalı evlərə üstünlük verir və bu ev əsl sizin üçündür. Bu fürsəti əldən qaçırmayın. Baxın, görün, daxil olan kimi belə bir bizim divar içi dolabımız var. Üst geyimləri üçün mən burada videoları qatışdıracağım, gündüz və gecə videolarını. Və biz daxil olan kimi sağ istiqamətimizdə bizim belə bir geniş zalımız var. Döşəməmiz tarketdə istiyə dözümlü Belçika brendinə məxsusdur və hər bir şeyi burada qeyd ediblər, aldıqları. Evin santexnikası isə Ecaya məxsusdur, çox gözəl işlər görüblər. Baxın, burada mənim nə xoşuma gəlir, ilk öncə mən sizə deyim ki, yəni renderdə necə varsa, dizayner necə veribsə, ustalar onu elə ediblər. Baxın, belə lepkadan daraqlardır. Çox belə gözəl bir görüntüsü var. Bu ev indi boşdur, lakin dolu olduqdan sonra buradakı ab-hava tamamilə dəyişəcək. Baxın, belə bir ara kəsməmiz var. Birbaşa olaraq mətbəxə keçiddir. Mətbəxdən də həm yay və qış mətbəxinə, eləcə də həyətin qarşısındakı belə bir terasa. Mətbəx mebeli də çox səliqə ilə inşa olunub. Mətbəxin üstü də kalyandır. Və burada gözəllik nədir ki, indi gecə vaxtıdır, gündüz görüntülərini bura əlavə edirəm. Birbaşa olaraq hovuz görüntüsü, bağça görüntüsü çox gözəllik qatır. Və vaxtınızı almadan keçirəm digər otaqlarımıza. Bizim belə bir dəhlizimiz var. Çox səliqəli, zövqlü, emosiya ümumiyyətlə çox fərqli bir görüntü yaradır. Düzdür, zövqlərlə divar kağızları da vuranda çox gözəl olur. Və daxil oluram sağ istiqamətdə olan birinci yataq otağımıza. Ev özü 4 yataq otağından ibarətdir. Belə bir yataq otağımız var. Və işıq aksesuarları da Cayrusa məxsusdur. Bayaq vurguladığım kimi çox səliqəli işlər görüblər. Baxın, divar içi dolablarımızdır. Mənim hamam aksesuarları çox xoşuma gəlir, çox səliqəli ediblər. Bunu sizə göstərməliyəm. Çox səliqəlidir. Və bayaq vurguladığım kimi türk brendlərinə məxsusdur bütün bu santexnikalar. Və vaxtınızı almadan keçirəm növbəti otaqlarımıza. Belə bir layihəmizi sizə xatırlatmaq istəyirəm ki, dəhlizin sol istiqamətində 3 yataq otağımız var. Sağ istiqamətimizdə isə qonaq otağı, yataq otağı və evin ümumi hamam otağını sizə indi göstərirəm. Çox geniş, baxın, necə geniş bir hamam otağıdır. Burada əlavə olaraq paltar yuyan üçün də belə bir yer qoyublar. Paltar yuyan qurudan belə bir mebel sifariş ediblər. Baxın, sözlə çox səliqəli işlər görülüb. Və keçirəm ikinci yataq otağımıza. İkinci yataq otağımız, bayaq vurguladığım kimi, düz hovuz görüntüsü var. Mən o hovuz görüntüsünü sizə göstərmək istəyirəm. Baxın, görün necə gözəl hovuz mənzərəsi var. Divardakı lepka işləmələrdir. Dolabımız çox zövqlü və səliqəli. Keçirəm üçüncü yataq otağına. Üçüncü yataq otağımız. Rənglər
çox ürək açandır. Burada yalnız yataq mebelləri quraşdırmaq lazımdır, çünki dolablar artıq var. Baxın, burada belə bir TV setimiz də var. Və sonda keçirəm evin master yataq otağına. Videomda qarışıqlıq var. Gündüz və gecə görüntüləri. Master yataq otağı çox ürək açandır. Baxın, görün necə gözəl divar paneli kimi görsənir. Gəlib canlı baxsaz da görəcəksiniz. Və belə bir dolab da artıq quraşdırılıb. Qardirobudur bu hissənin. Bütün otaqlarda fasad görüntüsünü pozmamaq üçün artıq kondisioner çıxışları verilib. Baxın, belə bir TV yerimizdir, TV setimizdir və əlbəttə ki, gözəl bir hovuz görüntüsü. Bu bağ evi zövqlü insanlar üçün çox gözəl bir seçimdir. 8,5 sot və sizə daxilindəki hamam otağını göstərmək istəyirəm. Hamam otağına fikir verin, görün necə gözəl, hündür bir, burada belə bir hündür, bunun güzgüsü var. Çox genişdir. Sizə tam olaraq göstərmək istəyirəm. Sadəcə zövqünüzə uyğun istədiyiniz mebelləri alıb qoya bilərsiniz və ya dizaynerların zövqü ilə hazırlanmış renderə uyğun olan mebelləri. İnşallah ilk öncə xeyir nədirsə Allah onu nəsib etsin. Müraciət eləyin dəyərli izləyicilər. Telefon nömrələrimizi qeyd edirəm. Bir daha evin qiymətini sizə vurğulayıram ki, 675 min manat 8,5 sotun üzərində inşa edilib. Çox səliqəli. Gəlin yerində birlikdə baxaq. Sizlərlə mən idim Rövşən Məzizadə. İlk öncə Allah xeyir nədirsə onu sizə nəsib etsin. Biz də əlimizdən gələn kömək edək. Görüşmək ümidi ilə sağ olun.